Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlərlə Güvəni Test Bankından sintaktik təhlil bölməsinin izahına baxacağıq. Gəlin vaxt itirmədən keçək suallarımızın izahına. Həkimin yazdığı dərmanlar xəstənin tezlə sağalmasına səbəb oldu. Nə etdi? Səbəb oldu. Nə səbəb olub? Dərmanlar. Hansı dərmanlar? Həkimin yazdığı. Nəyə səbəb olub? Xəstənin tezliklə sağalmasına. Təyin mübtəda, tamamlıq xəbər. Təyin mübtəda tamamlıq xəbər. Var mı elə cavabımız? Var, bəli, E variantı. Ana, görəsən dünən baş verən hadisədən xəbəri varmı? Burada yoldaşlar, deməli, ana xitabda bundan işimiz yoxdur. Görəsən modal sözü bundan işimiz yoxdur. Xəbərin varmı? Daha doğrusu, burada var predikativ söz olduğu üçün ayrıca xəbər olur. Var nə? Dünən baş verən hadisədən xəbəri, onun xəbəri mübtəda. Nədən? Hadisədən, hansı hadisədən dünən baş verən təyin, tamamlıq, mübtəda xəbər, B variantı. Ağıllı övladın anadan aldığı tərbiyə ayın parlaq günəşdən aldığı işıqdır. Aha. Deməli, deyir ki, nələr işlənməyib, düzdür? Cümlənin təhlili belə olacaq. İşıqdır, nə? Tərbiyə, hansı tərbiyə? Ağıllı övladın anadan aldığı tərbiyə. Ayın parlaq günəşdən aldığı işıqdır. Deməli, ayın parlaq günəşdən aldığı işıqdır. Hansı işıqdır? Ayın günəşdən aldığı fe'l sifət tərkibi təyin olur. İndi deyir nə işləməyib, düzdür? Tamamlığımız var, yoxdur. Zərfliyimiz var, yoxdur. Deməli, burada yalnız mübtəda, xəbər və təyin işləmir. O görə tamamlığın zərfli işləməyəcək. D variantı. O düşmən əlindən qaçırtdığı körpəsini şaxtaya təslim etməyəcəkdir. Təslim etməyəcəkdir. Kim o? Kimi təslim etməyəcəkdir? Körpəsini. Nəyə təslim etməyəcəkdir? Şaxtaya. Hansı körpəsini? Düşmən əlindən qaçırdığı. Mübtəda, təyin, tamamlıq xəbər. Növbəti sual. Hamıya xüsusi diqqət və qayğı ilə yanaşan müəllimimiz bugün nədənsə fikirli görünürdü. Nə edirdi? Görünürdü. Kim? Müəllimimiz. Hansı müəllimimiz? Anan fe'l sifət görürsünüz. Hamıya xüsusi diqqət və qayğı ilə yanaşan müəllimimiz. Necə görünürdü? Fikirli görünürdü. Nə zaman görünürdü? Bugün görünürdü. Nədənsə yenə də zərfli olmuş olacaq. Deməli, necə olacaq bunun təhlil sxemi? Təyin mübtəda, 3 dənə zərfli xəbər. D variantı. 6-cı sual. Vətən uğrunda ölmək əbədi səadətdir. Səadətdir. Nə? Vətən uğrunda ölmək necə səadətdir? Əbədi səadətdir. Mübtəda, təyin xəbər, A variantı. O günləri yada salanda oğlu qəm dəryasına batırdı. Qəm dəryasına batmaq birlik doğru xəbər. Nə zaman? Kim qəm dəryasına batırdı? Oğlu. Nə zaman? O günləri yada salanda. Zərflik, mübtəda xəbər. Zərflik, mübtəda xəbər, E variantı. Qasım bəy Zakir haqqında ilk məqalə yazan Axundzadə olmuşdur. Axundzadə olmuşdur. Kim Qasım bəy haqqında ilk məqalə yazan? A-nın fe'l sifət. Mübtəda xəbər, B variantı. Rövşən sözə başlayanda mən onun üzünü görmürdüm. Nə edirdim? Görmürdüm. Kim? Mən onun üzünü. Nə zaman? Rövşən sözə başlayanda. Deməli, zərflik, mübtəda, tamamlıq xəbər. Dəyirmançı Rüstəmin evinin qabağında badam ağacları əkilmişdi. Nə etmişdi? Əkilmişdi. Nə əkilmişdi? Badam ağacları. Harda? Rüstəmin evinin qarşısında. Daha doğrusu zərflik olacaq. Hansı zərfliyin? Dəyirmançı. Təyin zərflik, mübtəda xəbər. Təyin zərflik, mübtəda xəbər, C variantı. 11. Deməli, zərflik, tamamlıq, mübtəda olmalıdır. Aha. Qatar olmadığı üçün, həm də müəyyən şəxs üçün olmalıdır. Qatar olmadığı üçün maşınlarla hərəkət edirdik. Nə edirdik? Hərəkət edirdik. Nə ilə hərəkət edirdik? Maşınlarla. Nə üçün? Qatar olmadığı üçün. Bu uyğun gəlir. Eyni zamanda müəyyən şəxs cümlə deyə götürürük. Mübtədası buraxılmış müəyyən şəxs cümlədir. Yəni, bunun mübtədası biz olmalıdır. Gecə onu axtarardılar. Nə edirdilər? Axtarardılar kimi onu. Nə zaman? Gecə. Bu da sxemaya uyğun gəlir. Sadəcə bir qeyri-müəyyən şəxs cümlədir. Düzəni payızda sayarlar. Düzəni tamamlıqdır. Bizim də cümlə sxemi tamamlıqla başlamır. Qardaşım soyuq olduğu üçün paltosunu geymişdi. Qardaşım mübtədadır.
Bizə belələr lazım deyil. Bizə tamamlıqdır. Bu da işimizə yaramır. Cavab olacaq A variantı. 11-2. Pəncərənin qarşısındakı bostanda xiyar tağları, pomidor kolları yamyaşıldır. Yamyaşıldır nə? Xiyar tağları, pomidor kolları. Harda bostanda, hansı bostanda? Pəncərənin qarşısındakı. Təyin zəiflik, üstəmə mübtəda xəbər. Təyin zəiflik, üstəmə mübtəda xəbər. D variantı. Yenicə təmir olunmuş evə köçənlər hədsiz dərəcədə sevincli idilər. Sevincli idilər. Kim? Yenicə təmir olunmuş evə köçənlər. Yenicə təmir olunmuş evə köçənlər necə sevincli idilər? Hədsiz dərəcədə. Buna zəiflik desək, mübtəda zəiflik, xəbər E variantı. Gecədən yağan yağış hər tərəfdə gölməçə yaratmışdı. Nə etmişdi? Yaratmışdı. Nə? Yağış. Hansı yağış? Gecədən yağan harda, hər tərəfdə nə yaratmışdı? Gölməçələri yaratmışdı. Tamamlıq. Təyin mübtəda zəiflik tamamlıq xəbər. Təyin mübtəda zəiflik tamamlıq xəbər. B variantı. 15. Zəmilərdən qalxan nəmli torpaq qoxusu havaya təmizlik, mülayimlik gətirmişdi. Nə etmişdi? Gətirmişdi nə təmizlik, nə mülayimlik, nə təmizlik. Hara? Havaya. Zəmilərdən qalxan nəmli torpaq qoxusu. Mülayimlik nəmli gətirən torpaq qoxusudur. Düzdür. Necə torpaq qoxusu? Nəmli, bir də zəmilərdən qalxan. Təyin, təyin mübtəda, 3 dənə tamamlıq xəbər. Təyin, təyin mübtəda, 3 dənə tamamlıq xəbər. Təyin, təyin mübtəda, 3 dənə C variantı. Kənd məktəbi bayram sayağı bəzədilmişdi. Bəzədilmişdi nə? Kənd məktəbi necə bəzədilmişdi? Bayram sayağı. Mübtəda, zəiflik xəbər, E variantı. Mübtəda, zəiflik xəbər B-dədir. E-dəki təyindir. Şəhər meydanında heykəl ucaldıldı. Nə idi? Ucaldıldı. Nə heykəl? Harda? Şəhər meydanında. Zəiflik mübtəda xəbər. A variantı. Dünən kənddən mənim üçün corab göndərmişlər. Nə etmişlər? Göndərmişlər. Nə göndərmişlər? Corab göndərmişlər. Qeyri-mənfi təsirli tamamlıq. Mənim üçün göndərmişlər. Yenə tamamlıq. Kənddən göndərmişlər. Zəiflik. Dünən göndərmişlər. Zəiflik. Zəiflik, zəiflik tamamlıq. Deməli, tamamlıq, xəbər. Zəiflik, zəiflik, tamamlıq, tamamlıq, xəbər. B variantı. Həkim bu sözləri eşidəndə İldırım haqqında dediyi sözlər yadına düşdü. Nə etdi? Yadına düşdü. Həkim bu sözləri eşidəndə İldırım haqqında dediyi. Nə yadına düşüb? Sözlər. Hansı sözlər? İldırım haqqında dediyi. Nə zaman? Həkim bu sözləri eşidəndə, andayanda da fe'l bağlama tərkib edib. Deməli, burada olacaq zəiflik, təyin, mübtəda, xəbər. 20-ci suala keçək. Qadın səsi ilə oxunan bir mahnı otağa dolaraq gecənin sükutunu pozdu. Nə etdi? Pozdu. Nə mahnı? Hansı qadın səsi ilə oxunan mahnı? Otağa dolaraq zəiflik. Nəyi? Gecənin sükutunu pozdu. Deməli, təyin mübtəda, zərflik, tamamlıq xəbər. 21. Verilmiş cümlənin sintaksi təhlili hansı sxemaya uyğundur? Qəflətən kəndin aşağısına atışma başlandı. Nə etdi? Başlandı. Nə atışma? Qəflətən başlandı. Kəndin aşağısına başlandı. Zərfli, zərfli mübtəda xəbər. B variantı. Aslan dayı kiçik qızını yavaşca çağırdı. Nə etdi? Çağırdı. Kim? Aslan dayı kimi çağırdı? Qızını çağırdı. Hansı qızını? Kiçik qızını necə çağırdı? Yavaşca çağırdı. Mübtəda, tamamlıq, təyin. Mübtəda, təyin, tamamlıq, zəifli xəbər. Mübtəda, təyin, tamamlıq, zəifli xəbər. D variantı. Atlı onun əmrlərini tez yerinə yetirdi. Nə etdi? Yerinə yetirdi. Kim yerinə yetirdi? Atlı yerinə yetirdi. Nə yerinə yetirdi? Onun əmrlərini. Necə yerinə yetirdi? Tez yerinə yetirdi. Mübtəda, tamamlıq, zəifli xəbər. Mübtəda, tamamlıq, zəifli xəbər. A variantı. Getdikcə aclıq Yusifi əldən salırdı. Əldən salırdı. Nə aclıq? Kimi? Yusifi. Getdikcə də olacaq zərflik. Zərflik, mübtəda, tamamlıq xəbər. Zərflik, mübtəda, tamamlıq xəbər. 24 A olacaq. Cümlənin sintaksi təhlili. Bunlar usta yadigarın uşaqları idi. Yadigarın uşaqları idi. Nə bunlar? Hansı yadigarın? Usta yadigarın. Mübtəda, təyin, xəbər. A variantı. Qaranlıqda qışqıraraq qaçışan uşaqların fəryadı ürəklərə od saldı. Nə etdi?
ürəklərə od saldı. Nə? Uşaqların fəryadı. Uşaqların fəryadı. Hansı uşaqların qaranlıqda qışqıraraq qaçışan zərfli təyin mübtəda xəbər C variantı. Dəniz dalğalı olduğu üçün burada ürəklərə od salmaq bir yerdə ifadə D bir yerdə təyin olunur. Dəniz dalğalı olduğu üçün qayğı silkələyirdi. Nə edirdi? Silkələyirdi. Nə? Dəniz dalğalı olduğu üçün səbəb zərfliyi qayğı tamamlıq. Deməli nə olacaq bura? Mübtəda zərfliyi tamamlıq xəbər. Uşaq çayın qırağındakı təpədə yoldaşları ilə oynayırdı. Nə edirdi? Oynayırdı. Kim? Uşaq. Kimlə oynayırdı? Yoldaşları ilə oynayırdı. Harada oynayırdı? Təpədə. Hansı təpədə? Çayın qırağındakı təpədə. Mübtəda təyin zərfliyi tamamlıq xəbər. Mübtəda təyin zərfliyi tamamlıq xəbər A variantı. Pələngin dəhşətli və həyəcanlı nərəsi gecənin sükutunu pozdu. Nə etdi? Pozdu nə? Pələngin nərəsi. Nəyi pozdu? Gecənin sükutunu pozdu. Mübtəda tamamlıq xəbər A variantı. Yaralı əskər gözlərini əbədi yumarkən səni andı. Nə etdi? Andı. Kim? Əskər. Hansı əskər? Yaralı əskər. Kim andı? Sən andı. Nə zaman gözlərini əbədi yumarkən? Təyin mübtəda zərfliyi tamamlıq xəbər. Təyin mübtəda zərfliyi tamamlıq xəbər C variantı. 31. Cəfər yağışa əhəmiyyət verməyərək ağacları budayırdı. Nə edirdi? Buduyurdu. Kim buduyurdu? Cəfər buduyurdu. Yağışa əhəmiyyət verməyərək buduyurdu. Ağacları buduyurdu. Mübtəda zərfliyi tamamlıq xəbər. Mübtəda zərfliyi tamamlıq xəbər 31 olacaq A variantı. Şəhərin kənarına yeni məhəllələr salındı. Nə etdi? Salınır. Nə məhəllələr? Harada? Necə məhəllələr? Yeni məhəllələr. Harada? Şəhərin kənarında. Zərfliyi təyin mübtəda xəbər. Zərfliyi təyin mübtəda xəbər 33 olacaq C variantı. Zirvələrdən yol alıb gələn Dağ çayının qolu meşənin içərisindəki taladan keçirdi. Nə edirdi? Keçirdi. Nə? Dağ çayının qolu. Hansı Dağ çayının zirvədən yol alıb gələn? Haradan keçirdi? Taladan keçirdi. Hansı taladan? Meşənin içərisindəki taladan. Təyin mübtəda təyin zərfli xəbər. Təyin mübtəda təyin zərfli xəbər. 33 variant. İnanırsınız burada variantı izah eləməkdən, sual izah eləməkdən çox variant tapmağa çətinlik çəkirəm. Bu mədən bizim çörək ağacımızdır. Çörək ağacımızdır. Nə? Mədən. Hansı mədən? Bu mədən. Bizim ağacımız üçüncü növdə bir yerdə xəbər olur. Təyin mübtəda xəbər. Təyin bu mədən. Təyin mübtəda. Varda ilə cavabımız variant. Valih müəllimdən razıdır. Baxın, razıdır. Kim? Valih. Kimlə? Müəllimlə. Bir dəfə də valih müəllimi düşünün, yaxşı. Baxın, valih müəllimdən razıdır. Bir dəfə də valih müəllimdən. Valih müəllimi bir götürsəz tamamlıq olacaq. Kimlə sonra cavab verəcək. Amma bir dəfə də valih mübtəda götürsəz müəllimdən ayrıca olacaq tamamlıq. Ona görə bu sxem bir dəfə deməli tamamlıq xəbərə uyğun gəlir. Bir dəfə də mübtəda tamamlıq xəbər. Ona görə 2-3, yəni 35 olur A variantı. Yağış yağanda uşaq kimi sevinərdim. Nə edərdim? Sevinərdim. Necə nə tərzdə uşaq kimi sevinərdim. Nə zaman yağış yağanda? Zərfli xəbər var B variantı. Meşələr təbiətin ayrılmaz hissəsidir. Təbiətin hissəsi birləşmədə birlikdə təhlil olunur. Meşələrdə mübtəda deyirsən A olur. İsim birləşməkdə bura 3-cü növ təyin söz birləşməsi. Respublika prokuroru danışa-danışa rayonlar yazılmış siyahı nəzərdən keçirdi. Nə etdi? Nəzərdən keçirir. Kim? Respublika prokuroru. Danışa-danışa keçirdi. Siyahını nəzərdən keçirdi. Hansı siyahını? Rayonlar yazılmış. Mübtəda zərflik təyin tamamlıq xəbər. Mübtəda zərflik təyin tamamlıq xəbər D olacaq. Cənnət anaların ayaqları. Anaların ayaqları ayaqlarının altı. Birləşmə içərisində birləşmədir. Anaların ayaqları 3-cü növ, ayaqları altı 2-ci növ. Cənnət olacaq ayrıca mübtəda. Ona görə testimizin cavabı C olacaq. Deməli, nə soruşur? Zərflik təyin mübtəda xəbər. Qonaqlardan yalnız biri danışdı. Nə etdi? Danışdı. Kim? Qonaqlardan biri. Onunla görüşəndən sonra bütün qayğılarım yaddan çıxdı. Nə etdi? Yaddan çıxdı. Nə? Qayğılarım. Onunla görüşəndən sonra zərflik bütündə təyin. Uyğun gəldimi? Zərflik təyin mübtəda xəbər. Doğrudan bunu çıxın. Savadlı həkim lazımdır. Lazımdır. Nə? Həkim necə həkim? Savadlı həkim uyğun deyil.
Evlərinə çoxlu qonaq çağırmışlar. Çağırmışlar qonaq tamamlıq. Çoxlu təyin evlərinə zərflik buna uyğun deyil. Çünki bu tamamlıq. Qonaq sözü burada mübtəda deyil də tamamlıqdır. Niyə? Çünki qeyri-mənfi təsiri halı da qonağı çağırmışlar. Həm də çağırmışlar kim onlar? Bu xəbərin mübtədası onlardır. Yenicə boyamış pəncərənin kəskin qoxusu ona baş ağrısı verdi. Nə etdi? Verdi, nə baş ağrısı? Baş ağrısı verməyi bir yerə təhlil edək. Kəskin qoxusu. Pəncərənin qoxusu mübtəda olsun. Yenicə boyamışda təyin olsun. Bu da işimizə yaramır. Cavab olacaq B variantı. Aha, 41 də eyni tip sualdır. Sakit dalğalanan dəniz təlatümə gəldi. Nə etdi? Təlatümə gəldi. Təlatümə gəldi. Nə? Dəniz. Necə dəniz? Sakit dalğalanan. Bu cavabımızdır. Qızıl payız bəzən ürəkdə xoş duyğular oyadır. Nə edir? Duyğular oyadır. Necə duyğular? Xoş duyğular. Burada görürsünüz təyindir. Bunu çıxacaqsınız. Amma xəbərin əvvəlində bura mübtəda olmalıdır. Uzun sıx kirpiklərində buz dənəcikləri parıldayırdı. Parıldayırdı nə? Buz dənəcikləri kirpiklərində, hansı kirpiklərində? Uzun, sıx, iki təyinlə başlamır. Sərin dəniz havası duydum. Nə etdim? Duydum dəniz havası. Necə dəniz havası? Sərin dəniz havası. Bu cümlə bu formada təhlil olmayacaq. Niyə təhlil olmayacaq? Deyim sizə. Birincisi, nə etdim? Duydum. Kim duydu? Duymaq xəbəri duydum mənə aiddir. Yəni, bu mübtədası mənəm və cümlədə yoxdur. Dəniz havası qeyri-müəyyən təsiri halda dəniz havasının oca tamamlıq olacaq. Yaxşı, bu da işimizə yaramır. Şəhərdən gələnlər xalça aldılar. Nə etdilər? Aldılar. Xalça tamamlıq. Şəhərdən gələnlər təyin. 42. Neçə aydan bəri hazırlaşdığım səfərin baş tutmamağı məni kədərləndirdi. Nə etdi? Kədərləndirdi. Nə? Neçə aydan bəri hazırlaşdığım səfərin baş tutmaması. Səfərin baş tutmaması, baş tutmamağı mübtədadır. Hansı səfər neçə aydan bəri hazırlaşdığım? Kimi? Məni. Təyin mübtəda, tamamlıq xəbər. Təyin mübtəda, tamamlıq xəbər. Ona görə 42 edəcəyik. Ağa, mən sizin ən sadiq nökərinizəm. Ağa xitabdır. Mən sizin nökəriniz bir yerdə təhlil olunur. Sizin nökəriniz birləşməli. Mən də mübtəda olur. Ona görə 43 olur A variantı. Bəlkə Vüqar axşam çağı kəndə çata bilmədik. Bəlkə ara modal söz Vüqar xitab. Çata bilmədik xəbər, axşam çağı zərfli, kəndə yenə zərflik. Ona görə 44 də A olur. 45. Misir ehramlarını tikən ustaların sənətkarlığı indi də insanları təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Ustaların sənətkarlığı. Hansı ustaların Misir ehramlarını tikən? İndi təəccübləndirdi, insanları təəccübləndirdi. Ona görə nə olur burada? Təyin, mübtəda, zərflik, tamamlıq xəbər variantı. Atam kəndin kənarında səni gözləyir. Nə edir? Gözləyir. Kim gözləyir? Atam gözləyir. Kimi gözləyir? Səni gözləyir. Harada? Kəndin kənarında. Mübtəda, zərflik, tamamlıq xəbər. Mübtəda, zərflik, tamamlıq xəbər 46 olacaq A variantı. Dediklərim ancaq sənə aiddir. Aid qoşmadır. Qoşuluq sözlə bir yerdə olur xəbər. Dediklərim mənim dediklərim olur mübtəda. Ancaq da çıxırsa köməkçilik hissəsi. Cavab olur B variantı. Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən hürməyə başladı. Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən hürməyə başladı. Hürməyə başladı. Nə? Onun itləri. Hardan hürməyə başladı? Həyətdən. Hacı Bayramın küçə qapısının ağzından keçəndəyə də nə zaman Hacı Bayramın küçə qapısının ağzından keçəndə andan da feili bağlama tərkibidir. Buna da zərflik desək, nə olur? Zərflik dedik, mübtəda dedik. Yenə zərflik xəbərə variant. Sona indi əziz uşağını göz yaşlı, döyülmüş, təhqir olmuş görəndə ürəyinin başı yandı. Ürəyinin başı yanmaq bir yerdə xəbər olur. Sona indi əziz uşağını göz yaşlı, döyülmüş, təhqir olmuş görəndə anda əndə də feili bağlama tərkibidir deyə hamısı bir yerdə olacaq. Zərflik. Ona görə 49-un cavabı olacaq E variantı. 50. Mən coşqunlu uşaqlıqdan dost deyiləm. Deyiləm sözü dostun inkarı bir yerdə xəbər olur. Mən uşaqlıqdan zərfli, coşqunluq tamamlıq. Mübtəda tamamlıq zərfli xəbər, mübtəda tamamlıq zərfli xəbər 50-nin cavabı A olur. İskəndər kişinin güclü çiyinləri ürəkdən güldüyü üçün bir-iki dəfə qalxıb düşdü. Nə etdi? Qalxıb düşdü. Nə? İskəndər kişinin çiyinləri ürəkdən güldüyü üçün səbəb zərfliyi bir-iki dəfə də bu da miqdar zərfliyi olsun. Ona görə bu baxaq görək nəyə uyğun gəlir.
Mübtəda demişik. Zərflik ürəkdən güldüyü üçün 1-2 dəfə. Bunlar da zərflik dedik. Zərfli xəbər mübtəda. Mübtəda zərfli xəbər. Bu məsələ Musa və oğlu İsanı hamıdan çox düşündürdü. Nə etdi düşündürdü? Nə? Məsələ. Hansı məsələ? Bu məsələ kimi düşündürdü? Musanı, bir də İsanı. Hansı İsanı? Oğlu İsanı. Nə qədər düşündürdü? Hamıdan çox düşündürdü. Ona görə burada necə olacaq? Təyin mübtəda tamamlıq, təyin tamamlıq, zərfli xəbər. Təyin mübtəda tamamlıq, təyin tamamlıq, zərfli xəbər. 52-ni də çox tez tapdıq ki, variantıdır. Otağımın geniş pəncərəsindən Bakının Novruz səhərini seyr etmək istəyirdim. Məsəl üstəlik bir yerə təhlil olunur. Nə istəyirdim? Otağımın geniş pəncərəsindən Bakının Novruz səhərini seyr etmək. Buna bir dəfə də baxaq. Otağımın geniş pəncərəsindən Bakının Novruz səhərini seyr etmək istəyirdim. Deməli, seyr etmək istəyirdim xəbər. Otağımın pəncərəsindən obyekt, yəni məkan deyil, obyekt deyə buna tamamlıq deyəcəksiniz. Bakının səhərinə tamamlıq deyəcəksiniz. Bu hala cavab olacaq ya variantı. Yəni tamamlıq xəbər. Otağımın geniş pəncərəsindən tamamlığın xəttini çəkə bilsə inşallah. Otağımın pəncərəsindən Bakının Novruz səhərini. Daha sonra o da yəqin hardasa yeni dostlar tapmışdı. Nə etmişdi? Tapmışdı. Kim? O. Dostlar tamamlıq, yeni təyin, hardasa da zərflik. Ona görə cavab olacaq. Elə nə tapmışıq bura? Mübtəda, zərflik, təyin, tamamlıq, xəbər. C variantı. 55. Axşam anamgil bizə gələcəklər. Nə gələcəklər? Kim? Anamgil. Nə zaman? Axşam. Haraya? Sizə. Zərflik mübtəda, zərflik xəbər. Yəni C variantı. Birdən küçəmizin kənarında maşın siqnalı eşitdik. Nə etdik? Eşitdik. Nə eşitmişdik? Maşın siqnalını eşitmişdik. Birdən eşitmişdik. Küçəmizin kənarında eşitmişdik. Zərflik, tamamlıq xəbər. Zərflik, tamamlıq xəbər. D variantı. Sanki bütün döyüş meydanı odun içərisində idi. Odun içərisində idi. Nə? Döyüş meydanı bütündə olsun təyin. Təyin, mübtəda, D variantı. Bir də xəbər. Qocanın iri-iri açılmış gözləri oğlunun quru atəşlə yanan gözlərinə zilləndi. Nə etdi? Deməli, zilləndi. Qocanın gözləri oğlanın gözlərinə. Düzdür. Nə oldu indi? Mübtəda, tamamlıq xəbər. Aha, burada nə deyir? Ot bitməyən səhralarda şəhərlər salıq. Şəhərlər tamamlıqdır. Burada mübtəda yoxdur. Uzun kirpiklərində buz dənəcikləri parıldayırdı. Kirpiklərində tamamlıqdır. Burada heç tamamlıq yoxdur. Yun zavodunun direktoru Məmmədəli artıq qayıtdı. Nə etdi? Qayıtdı. Kim Məmmədəli? Hansı Məmmədəli? Yun zavodunun direktoru cavab dedi. Mən sizə ot kimi sözlər verirəm. Sizə tamamlıqdır. Cümlədə tamamlıq yoxdur. Dağlarla pəncələşən bir adamdır. Dağlarla pəncələşən təyindir. Burada heç mübtəda yoxdur. Keçirik 60-cı suala. Xeyli gözlədikdən sonra kitabları mənə qaytardı. Nə etdi? Qaytardı. Nəyi? Kimə? Mənə. Nəyi? Kitabları. Xeyli gözlədikdən sonra zərflik. Deməli, zərflik, tamamlıq xəbər. Cavab olur D variantı. Davam edək. Qız qalasını tikən memarın sənətkarlığı indi də bizi təəccübləndirdi. Nə idi təəccübləndirdi? Nə memarın sənətkarlığı? Hansı memarın qız qalasını tikən? Bizi tamamlıq, indi də zərflik. Təyin, mübtəda, zərflik, tamamlıq xəbər. Təyin, mübtəda, zərflik, tamamlıq xəbər. Yazda kənd cəmaatı şəhərdən gətirilmiş yasəmən ağacları əkdi. Nə etdi? Əkdi nə? Kənd cəmaatı. Nə zaman? Yayda. Nə əkdi? Yasəmən ağacı əkdi. Harda? Necə yasəmən ağacı şəhərdən gətirilmiş? Zərflik, mübtəda, təyin, tamamlıq xəbər. Zərflik, mübtəda, təyin, tamamlıq xəbər. A variantı. Həmin bayatın əlyazmasını Mir Mehdi Seyidzadə Mikail Müşfiqdən əziz bir xatirə kimi saxlamışdı. Nə etmişdi? Saxlamışdı. Kim? Deməli, Mir Mehdi Seyidzadə bayatın, nəyi? Bayatın əlyazmasını, hansı bayatın? Həmin bayatın. Mikail Müşfiqdən əziz bir xatirə kimi saxlamışdı. Xatirə kimi saxlamışdı, düzdür? Xatirə kimi saxlamışdı. Necə xatirə? Əziz xatirə kimi. Kimdən? Mikail Müşfiqdən əziz xatirə kimi. Tamamlıq.
Ona görə 63-ü nə tapdıq? Deməli, təyin tapmışıq, sonra tamamlıq tapmışıq. Sonra mübtəda tapmışıq. Sonra Mikail Müşfiqdə nə tamamlıq dedik? Əzizə təyin dedik. Xatirə kimi də zəiflik dedik. Bəli, C variantı. Bu cavab imtahan götürən müəllimi şübhəsiz ki, qane etmədi. Şübhəsiz ki, üstünə xətt çəkin, modal sözdür, ara sözdür. Qane etmədi. Nə cavab? Hansı cavab? Bu cavab. Kimi müəllimi? Hansı müəllimi? İmtahan götürən təyin, mübtəda, təyin, tamamlıq xəbər. Təyin, mübtəda, təyin, mübtəda, təyin, tamamlıq xəbər. D variantı. Yaqutu bu qələbə münasibəti ilə təbrik edən əmisi idi. Əmisi idi nə? Yaqutu bu qələbə münasibəti ilə təbrik edin. Anan fe'l sifət görürsünüz. Hər şey başına olacaq. Mübtəda. Ona görə 65-ci cavab olur. A variantı. İbrahim xan və Şəki hakimi Seyid Əhməd fiyadalara qarşı yürüşdə Teymuru müşayiət etdilər. Müşayiət etdilər. Kim? İbrahim xan və Şəki hakimi Seyid Əhməd. Seyid Əhməd. Hansı Seyid Əhməd? Şəki hakimi Seyid Əhməd. Fiyadalara qarşı yürüşdə kimi? Teymuru. Hansı Teymuru? Yox. Daha doğrusu Teymur nə zaman müşayiət edilir? Fiyadalara qarşı yürüşdə. Aha. Deməli, mübtəda, təyin, mübtəda. Bax, Şəki xanım mübtəda. İbrahim xan mübtəda. Şəki hakimi təyin. Seyid Əhməd mübtəda. Fiyadalara qarşı yürüşdə. Burada deməli, nə zaman müşahidə edilir? Yürüşdə, hansı yürüşdə? Fiyadalara qarşı. Onca buna təyin deyək, sonra zərflik deyək. Teymuru tamamlıq deyək, müşahidə etdilər. Xəbər deyək. Nə olacaq? Bir dəfə də baxaq. Mübtəda təyin, mübtəda təyin, zərflik, tamamlıq xəbər elə uyğun gəlir. Düzdür? Cavab olaraq variant. 67. Aşkarlanmış məişət avadanlıqları və saxsı qablar orta əsrlərə aiddir. Orta əsrlər parçalanmır, aiddir də qoşma diablarla biri təyin olunur. Məişət avadanlıqları mübtədadır. Hansı məişət avadanlıqları? Aşkarlanmış məişət avadanlıqları. Saxsı qablar. Bir də qablar da mübtədadır. Saxsı olacaq təyin. Nə oldu? Təyin mübtəda, təyin mübtəda, təyin mübtəda, təyin mübtəda, təyin mübtəda, təyin mübtəda xəbər variant. Gün batan tərəfdən gürültü ilə qara bulud gəldi. Nə etdi? Gəldi nə bulud? Hansı bulud? Qara bulud. Necə gəldi? Gürültü ilə gəldi. Hardan? Gün batan tərəfdən. Hətta gün batan tərəfdən zərflik, gürültü ilə zərflik, qara təyin, bulud mübtəda, sonra da xəbər. 68-də nə dedik? Dedik. Hafizə olan məhəbbəti Mirzə Səfinin ikinci və son məhəbbətidir. Mirzə Səfinin məhəbbəti, bax Mirzə Səfinin məhəbbəti bir doğru xəbər. Hafizə olan məhəbbəti. Hafizə olan məhəbbəti Mirzə Səfinin deməli ikinci və son məhəbbəti idi. Məhəbbəti, onun məhəbbəti mübtədadır. Hansı məhəbbəti? Hafiz olanda təyindir. Təyin məhəbbətindəki mənsubiyyət deyə mübtədadır. Eyni zamanda Mirzə Səfiyə aiddir deyə. Deməli nə dedik? Təyin, mübtəda xəbər. Nümunənin sendaqı təhlilindəki səhv. Qarlı bənövşələr baş qaldırıb can atır günəşə. Nə edirdi? Can atır. Nə? Bənövşələr, hansı bənövşələr? Qarlı bənövşələr. Baş qaldıraraq zərfli, günəşə nəyə? Tamamlıq. Xəbər frazeoloji başına ifadə olunub, baş qaldırmaq frazadır. Bütün cümlələrdə iştirak edib, təyin, tamamlıq, zərflik, xəbər, mübtəda. Qaldırıb və can atır həmcə zərflikdir. Xeyr, can atır xəbərdir, qaldırıb zərflikdir. Ona görə cavab çadır. Təyin və mübtəda sadədir, doğrudur. Bənövşələr qanlı. Sadə deyəndə nitq hissəsi baxın. Nitq hissəsi olduğu üçün sadədir. Söz birləşməsinə ifadə olunmayıb deyə sadə sayılır. Təhlil sxemdə uyğundur, bu da doğrudur. Təyin mübtəda sadə idi. 71. İkinci Dövlət Duması üzvü Mustafa Mahmudov Sabirin dostluq etdiyi müəllimlərin biri idi. Müəllimlərin biri idi kim? Mustafa Mahmudov. Hansı Mustafa Mahmudov? İkinci Dövlət Dumasının üzvü. Sabirin dostluq etdiyi müəllimlərin biri idi. Hansı müəllimlərin biri? Sabirin dostluq etdiyi. Ona görə burada olacaq, deməli, təyin, mübtəda, ikinci Dövlət Dumasının üzvü oldu nə? İkinci Dövlət Dumasının üzvü oldu, təyin. Mustafa Mahmudov oldu mübtəda, Sabirin dostluq etdiyi təyin, yenə də xəbər. 71B. 72. Seyid Hüseyin sadə və təvazökar adam idi. Adam idi kim? Seyid Hüseyin. Necə sadə, necə təvazökar.
Mübtəda təyin xəbər 72-də A deyək. Afət ağ oyuğun başına çatanda dərədən külək qalxdı. Nə etdi? Qalxdı nə? Külək. Haradan qalxdı? Dərədən qalxdı. Nə zaman? Afət ağ oyuğun başına çatanda. İşləndiyin ardıcılıq. Afət ağ oyuğun başına çatanda zərflik. Dərədən zərflik. Külək mübtəda qalxdı xəbər. 5-5-1-2. Elə ola bilər ki, iki cümlə üzrə dalbadal işlənir və onu biz bu formada qeyd edəcəyik. Yolun kənarında uçurumun üstündə qartal uçurur cümləsi hansı cümlə üzrə işləmişdi? Nə edirdi? Uçurdu, nə qartal? Yolun kənarında, uçurumun üstündə. Harda? Uçurumun üstündə, harda? Yolun kənarında. Zərflik xəbər 5 mübtəda xəbər 1 2. Bir dəqiqə. Bizə nə soruşur? Hansı cümlə üzəri işlənmişdir? Ardıcıllıq soruşmur, düzdür? Burada ardıcıllıq soruşur, burada ardıcıllıq soruşmur, düzdürmü? Sadəcə işləmişdir. Yolun kənarında zərfli idi. Mübtəda var əvvəl deyək görək. Qartal mübtədadır. Zərflik xəbər də var, zərflik də var. Zərfliyə 5-dir. Ancaq 74-ün cavabı olsun elə 125. Hansı cümlənin sintaktik təhlil sxemi eyni sxemə uyğundur? Qardaşım vətən uğrunda şəhid oldu. Nə etdi? Şəhid oldu. Kim? Qardaşım vətən uğrunda da olacaq məqsəd zərfliyi. Deməli, sən bu hadisələrin əsas günahkarısan. Hadisələrin günahkarısan. Kimsən? Bu da təyindir. Bu il məhsulumuz 1-ə 5 artacaqdır. Nə edəcəkdir? Artacaqdır. Nə məhsulumuz nə zaman bu il nə qədər 1-ə 5. Qələm qılınc kimi itidir. İtidir nə? Qələm necə itidir? Qılınc kimi itidir. İndi bizə eyni olanlar lazımdır, düzdür? Deməli, burada birinci cümlədə nə idi? Mübtəda zərfli xəbər. Mübtəda zərfli xəbər olan bir dənə 4-də, düzdür? 1 ilə 4 uyğundur. 2-də mübtəda təyin xəbər, düzdür? Amma burada təyin mübtəda zərfli xəbərdir. 2 ilə 3 uyğun gəlmir. Cavab 1-4 olur. Onun gözləri qaranlıq gecədə parlayan ulduz kimi işıqlı idi. İkinci dərəcəli üzərin sırasını ardıcılığa mənləşdirin. Onun gözləri qaranlıq gecədə parıldayan ulduz kimi işıqlı idi. Nə? Onun gözləri necə işıqlı idi? Ulduz kimi işıqlı idi. İşıqlı sifət olduğu üçün ulduz kimiyə yoldaşlar zərflik deyəcəksiniz. Yaxşı. Əgər xəbər nitq hissəsi baxılan sifətinə ifadə olunsa, onun əvvəlindəki qoşmalı sözə zərflik deyəcəksiniz. Qaranlıq gecədə parlayan da olsun təyin. Təyinlə zərfli olacaq. Yəni 2 ilə 3 ilə 4 daha doğrusu. 77. Əsmər xala İlyası burada tamamın evində gördükdə təəccübləndi. Nə etdi? Təəccübləndi. Kim? Əsmər xala. İlyası burada gördükdə. Baxın, İlyası burada gördükdə bir yerdə gördükdə feili bağlama tərkib olacaq. Tabis mürəkkəb cümlədir. Mürəkkəb cümlə deyil. Biri çıxacaqsınız. Sadə cümlədir. 2 doğrudur. Yer zərfli əlavəli işlənmişdir. Burada yer zərfinin əlavəsi yoxdur. Feili bağlama tərkibinin asıl tərəfinin əlavəsi var. İlyası ismi tamamlıqdır. İlyas görüntü tərkibinin daxilində deyə tamamlıq deyil. Feili bağlama tərkibi zaman zərfinin ifadə vasitəsidir. 5 doğrudur. Xəbəri qurulca sadədir. Təəccüblənmək xəbər olduğu üçün sadədir. Ayrıca nitq hissəsi kimi düzəltmə olduğu halda xəbər kimi sadədir. Çünki nitq hissəsinə ifadə olunub, söz birləşməsinə ifadə olunmayıb. 78. İsmi birləşmənin hansı cümlə üzvü rolunda işlənmə ardıcılıq mənləşdirin. Məryəmə elə gəldi ki, kol-kosun arasında nəsə tapdı. Kol-kosun arasındaya deyəcəksiniz nə? Zərflik düzdür. Kol-kosun arasında. Zərflik də hardadır? Yer zərfliyi 4-də. Yun zavodunun direktoru Qaraş şəhərdən təzə qayıtdı. Hansı Qaraş? Yun zavodunun direktoru. Bu təyindir. Təyində 3-dədir. Hər tərəfi tüstü, alov bürüdü. Hər tərəfi tamamlıqdır. Çünki dedi axı kimlə yaranı yalnız tamamlığın sualdır. Ona görə burada deyəcək ki, sol tərəfdə dayanan onların kürəkənidir. Bu feil birləşmədə bundan işin yoxdur. Onların kürəkəni olacaq xəbər. Xəbər də 3 hardadır? İsmi xəbər 1-dədir. Deməli nə oldu? 43 21. 79. Elmi dərya qədər dərin, zəkası günəş qədər parlaqdır. Cümləsi sintaktik təhlilinə aid doğru. Elmi zəka qədər parlaqdır. Nə? Onun elmi. Dərya qədər də burada belə bir şey deyim sizə. Elmi dəryaya qədər dərindir, zəkası günəş qədər parlaqdır. Dır ixtisar olunub. Dərindir. Nə? Onun elmi nə qədər dərindir? Dəryaya qədər dərindir. Dərində sifət olduğu üçün dəryaya qədər tamamlıq təyin yox, zərflik deyəcəksiniz.
Zəkası günəş qədər parlaqdır. Parlaqdır nə? Onun zəkası nə qədər? Günəş qədər. İndi baxaq görək nə deyir bizə. Deyir ki, həmciz üzlü sadə cümlədir. Yoldaşlar, sadə cümlə deyil, axı mürəkkəb cümlədir, görürsünüz. Həmciz üzrdə yoxdur. Tabes mürəkkəb cümlədir. Bəli, tabes mürəkkəb cümlədir. Kim götürürsünüz? Mürəkkəb cümlədə eyni zamanda sa bağlayıcısı və sa bağlayıcısı və ya da sa şərt çəkilicisi və ya da sa hissəciyi yoxdur. Eyni zamanda tabelik bağlayıcısı yoxdur. İkini rahat götürə bilərsiniz. Həmciz mübtədalar arasında tabesi, həmciz mübtəda yoxdur, çıxacaqsınız. Cümlədə təyin işlənməyib, düzdür, təyin yoxdur. Dəriyə qədər, günəş qədər sifətlə ifadə olmuş xəbər aid olduğu üçün zərflikdir. Təyin işlənməyib, doğrudur da, bunu götürək. Xəbərlər qurucusu sadədir, dərinlə parlaq, xəbər olduğu xəbər kimi sadədir, amma parlamaq nitq hissəsi baxımından düzəltmədir. Demişdik ki, nitq hissəsi nə olur olsun, sadə xəbər və ya da sadə cümləsi olur. Cümlələrin birində təhlil sxemini uyğunlaşdırmağı bizdən soruşur. Günlərin birində mən onunla dostlaşdım. Nə etdim? Dostlaşdım. Kim? Mən nə zaman günlərin birində kimlə? Onunla. Zərflik, mübtəda, tamamlıq xəbər. Zərflik, mübtəda, tamamlıq xəbər. Bu uyğun gəldi 1-ə. İçəri otaqdan uşaq səsi gəldi. Nə etdi? Gəlirdi. Nə? Uşaq səsi. Haradan? İçəri otaqdan. Zərflik, mübtəda, xəbər. İçəri otaqdan zərflik. Yox, elə yox. Elə yox. Nə etdi? Gəldi. Nə? Uşaq səsi. Hardan? Otaqdan. Hansı otaqdan? İçəri otaqdan. Təyin, zərflik, mübtəda, xəbər. Təyin, zərflik, mübtəda, xəbər. Bu da uyğun gəldi 3-ə. Orada bir dəstə adam toplaşmışdı. Nə etmişdi? Toplaşmışdı. Kim? Adam. Harada? Orada. Nə qədər adam? Bir dəstə adam. Zərflik, təyin, mübtəda, xəbər. Zərflik, təyin, mübtəda, xəbər. Belə bir sxem yoxdur. C-ni çıxırıq. Tələbələrin çoxu meydana tərəf yollandı. Nə etdi? Yollandı. Kim? Tələbələrin çoxu. Hara? Meydana tərəf. Mübtəda, zərflik, xəbər də 2-də idi. Bunu da yazırıq bura. Getdikcə aclıq Yusifi əldən salardı. Əldən salardı. Nə? Aclıq kimi? Yusifi getdikcə doğru zərflik. Zərflik, mübtəda, tamamlıq xəbər. Zərflik, mübtəda, tamamlıq xəbər. A-da E-də yazırıq bura. Deməli, 80 cavabına dedik. 1-ə A-dan E dedik, 2-ə D dedik, 3-ə də B dedik. 81. Papaqçı Əhmədin evi badam ağaclarının arxasında yerləşirdi. Nə edirdi? Yerləşirdi. Nə? Əhmədin evi. Hansı Əhmədin evi? Papaqçı Əhmədin evi. Harada yerləşirdi? Badam ağaclarının arxasında. Badam ağacları, ağacların arxası birləşmə daxilində birləşmədir. Badam ağacları 2-ci növ, ağacların arxası 3-cü növ. Parçalamadan bir yerə təyin olunur. Təyin, mübtəda, zərflik, xəbər. Təyin, mübtəda, zərflik, xəbər. Bu uyğun gəlir 2-yə. Bir gün Azad yoldaşları ilə balıq ovuna getməyə qərar aldı. Nə etdi? Qərar aldı. Kim? Azad. Nəyə qərar aldı? Yoldaşlarla balıq ovuna getməyi. Tamamlıq. Getmək məsələdir. Axı məsələ tərkib edib. Bir gün. Bu da olacaq zərflik. Zərflik, mübtəda, tamamlıq xəbər. Zərflik. Belə bir sxem yoxdur. Ancaq bir heç birinə uyğun gəlməyəcək. Dənizçinin həyatı mübarizələrlə möhkəmləndi. Nə etdi? Möhkəmləndi. Nə? Dənizçinin həyatı mübarizələrlə tamamlıq. Mübtəda, tamamlıq xəbər A-ya uyğun gəlir, 1-ə uyğun gəlir. Ona görə C-ni yazırıq bura. Avtobus sürətlə irəliləyərək dağın döşünə qalxdı. Nə etdi? Qalxdı. Nə? Avtobus sürətlə irəliləyərək tərcih hərəkət zərfliyi, dağın döşünə də yer zərfliyi. Mübtəda, zərflik, zərflik, xəbər 3-dədir. Bunu da yazırıq bura. Müəllim payızın gözəlliyindən danışır. Nə edir? Danışırdı. Kim? Müəllim. Nədən? Payızın gözəlliyindən. Mübtəda, tamamlıq xəbər. Bu da 1-ə uyğun gəlir. 1 C-E, 2 A, 3 D. Dənizçinin həyatı mübarizələrlə möhkəmləndi. Həmən bayaqdan bunu mübarizələrlə oxuyuram. Bu əslində mübarizələrdədir. Bu mübarizələrdə də nə zaman mübarizələrdə zərfli olacaq deyə. Ona görə heç buna da uyğun sxem yoxdur deyə. Bax, ona görə C-ni buradan pozsaq məncə daha məqsədə uyğun olar. A da bu formada qalar bu. Bayaqdan bunu mübarizələrlə oxuyuram. Deyirəm, qoşmalasını tamamlıq olur, amma elə deyil. Tarixin qaranlıq lövhələrini əks etdirən qaya rəsmləri rəssamı valeh etdi. Nə etdi? Valeh etdi. Nə? Qaya rəsmləri. Tarixin qaranlıq lövhələrini əks etdirən qaya rəsmləri. Kimi? Rəssamı. Təyin, mübtəda, tamamlıq xəbər. Təyin, mübtəda, tamamlıq xəbər. Bu uyğun gəlir 3-ə. Dağ çayının gətirdiyi nəhəng daşlar baxanları heyran etdi. Nə etdi? Heyran etdi. Nə? Daşlar. Hansı daşlar? Dağ çayının gətirdiyi bir də nəhəng. Kimi? Baxanlar. Təyin, təyin, mübtəda, xəbər. Təyin, təyin, mübtəda. Dağ çayının gətirdiyi təyin, nəhəng təyin. Daşlar, mübtəda, tamamlıq xəbər. Təyin, təyin, mübtəda, tamamlıq xəbər. Bura uyğun gəlir.
Şairin lirik ahəngdar şeirlərini oxuyanda fikirlərə qərq olursan. Fikirlərə qərq olursan. Nə zaman şairin lirik ahəngdar şeirlərini oxuyanda bir yerdə olacaq zərflik. Çünki fe'li bağlama tərkibi var burada. Zərflik deməli belə bir sxemdə yoxdur. Çıxırıq bunu. Təmiz dağ havası buz kimi bulaq suyu xəstəni cana gətirir. Cana gətirdi. Dağ havası, bulaq suyu necə dağ havası təmiz, buz kimi xəstəni. Təyin mübtəda, tamlıq xəbər. Təyin mübtəda, tamlıq xəbər. Bu da aya uyğun, bir aya uyğun gəlir. Yaşıl zəmilər, meyvəli ağaclar valihin hafizəsində əks olunmuşdu. Əks olunmuşdu valihin hafizəsində. Əks olunmuşdu. Nə? Zəmilər, ağaclar, yaşılından meyvəli təyinli valihin hafizəsində tamlıq deyəcəyik buna. Endə yazacağıq bura. 1D, 2B, 3də A. Növbəti suala keçək. Gürcüstan valisi İrakli ilə dostluq davam edir. Nə edirdi? Davam edirdi. Nə? Dostluq. İrakli ilə dostluq, düzdür? Hansı İrakli? Gürcüstan valisi. Təyin tamlıq, mübtəda xəbər. Təyin tamlıq, mübtəda xəbər. Bu uyğun gəlir 2-yə. Əsmər xala yuxarı qonşusunu yavaşca çağırdı. Nə etdi? Çağırdı kim? Əsmər xala kimi qonşusunu? Hansı qonşusunu yuxarı? Necə tərzdə yavaşca? Mübtəda təyin tamamlıq zərfli xəbər. Mübtəda təyin tamamlıq zərfli xəbər. Bu da uyğun gəlir 3-ə. Mən bu kitabı həvəslə oxudum. Oxudum ki, mən necə tərzdə həvəslə, nəyi kitabı, hansı kitabı, kitabı. Mübtəda təyin tamamlıq zərfli xəbər. Mübtəda təyin tamamlıq zərfli xəbər. Bu da uyğun gəlir bura. Sonra dünən kənddən mənim üçün corab göndərmişlər. Göndərmişlər nə? Corab. Dünən göndərmişlər, kənddən göndərmişlər. Mənim üçün tamamlıqda. Zərfli, tamamlıq xəbər. Deyəndə yazıq bura. Meşədə Kazım otağa girəndə qonşusu Arifi bir kef gördü. Nə etdi? Gördü. Meşədə Kazım otağa girəndə qonşusu gördü ki, meşədə Kazım otağa girəndə zərflik, bir kef zərflik, Arifi tamamlıq, qonşusu təyin. Deməli, mübtəda zərflik, təyin, tamamlıq, zərfli xəbər belə bir sxemdə yoxdur. Onca belə D yazmışıq, 2-yə A yazmışıq, 3-ə B-nı yazmışıq. Elə belə olmuş olacaq. Bu qədər yoldaşlar, sağ olun, sağ olun.